Vətəndaş da bəzi hallarda məcbur olur. Həmin pulu nominalından, yəni dəyərindən daha ucuz qiymətə, daha aşağı dəyərlə dəyişir. Qanunvericilik imkan verir ki, vətəndaş həmin pulu öz dəyərinə dəyişə bilsin. Əgər zədələnmiş pulun 60%-dən çoxu zədələnməyibsə və ya zədələnmiş hissə onun 60%-dən azlığını təşkil edirsə, yəni pulun ardıcıl olaraq 60%-i qorunub saxlanıbsa, onun 40%-i zədələnibsə və eyni zamanda həmin pul əskinasının üzərində olan seriyalardan biri tam olaraq qalıbsa, bu halda vətəndaş həmin əskinası pulu təqdim etməklə öz dəyərinə dəyişmək hüququna malikdir. Yararsız pul nişanları Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz şəkildə dəyişdirilir. Yararsız pul nişanlarının dəyişdirilməsi Bakı şəhəri üzrə həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-a kimi Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanda yerləşən inzibati binasında, həmçinin regionlar üzrə həftənin 5 günü, yəni bazar ertəsi və cümə günləri saat 10:00-dan 16:00-a kimi Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublika İdarəsində ödənişsiz əsasda həyata keçirilir.